Salam əziz həmkarlar, mən bugün sizə miqə və sertifikasiyaya düşə biləcək nəzəriyyələrə aid sınaq suallarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olub, videoları bəyənib, olduğunuz miqə sertifikasiya qruplarında paylaşmağı, abunə olmağı, şərh yazmağı, bir sözlə bəyənməyi unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Gəlin baxaq nəzəriyyələrlə bağlı olan sınaqlarımızın izahlarına. Əvvəlcədən qeyd edim ki, sınaq 4 və sınaq 5 sırf nəzəriyyələrlə bağlı olan testlərdən ibarətdir. 2 dənə sınaq hazırlamışam, mən tam əhatə eləyir. Gəlin baxaq. Birinci sualımızda bizdən nə istəyir? Birinci sualda deyir ki, cədvələ əsasən düzgün fikirləri müəyyən edin. Emosional zəka nəzəriyyəsi özünü ifadə yazıb. Xeyr, emosional zəka nəzəriyyəsi Golemanın emosional zəka nəzəriyyəsinə də əlbəttə ki, o biz bilirik ki, hansı sahələrə bölünür? 1. Özünü dərk, 2. Özünü idarə, 3. Sosial məlumatlıq, 4. Münasibətlərin idarə edilməsi və bu haqda da məlumatları ümumiyyətlə Time-in 2022 izahında daha doğrusu nəzəriyyələrin izahlarında ətraflı şəkildə vermişəm, linklərini atıram, onlara da diqqətlə baxarsınız. Yəni Goleman emosional zəka nəzəriyyəsi, orada ətraflı danışmışam. Deməli, emosional zəka nəzəriyyəsi Golemana aiddir, Golemanın nəzəriyyəsidir. Amma özünü idarə var, özünü ifadə yox. Ona görə bir yanlışdır, doğrunu da yanlış verib seçənlərəm. 2-də deyir, öyrənmənin şərtləri nəzəriyyəsi, əks əlaqə qurmaq. Bəli, öyrənmənin şərtləri nəzəriyyəsi deyəndə nəyi nəzərdə tuturdu? Burada əlbəttə ki, bu əks əlaqə qurmağa aiddir. Niyə əks əlaqə qurmağa aiddir? Çünki Gagne'nin öyrənmənin şərtləri nəzəriyyəsi biz bilirik ki, 9 addımdan ibarətdir. 9 addımdan ibarətdir. Onun 7-ci addımının adı əks əlaqədir. Yəni, öyrənmənin şərtləri nəzəriyyəsinə aid olan 9 addımdan biri əks əlaqədir. Hansı addımlardır? O addımları gəlin xatırlayaq. Birinci addımın adı şagirdlərin diqqətini cəlb etmək. İkinci addım şagirdlərə təlim nəticələrini elan etmək və ya dərsin məqsədini elan etmək. Üçüncü addım əvvəlki təlimdə qazanılan bilik bacarıqlarını stimullaşdırmaq. 4-cü addım dərsin mövzusunu təqdim etmək. 5-ci addım öyrənməni təmin etmək. 6-cı addım bilik bacarıqlarının tətbiqini təmin etmək. 7-ci addım əks əlaqə qurmaq. Baxın, burada qeyd elədiyimiz. 8-ci addım təlim nəticələrinin reallaşdırılma səviyyəsini müəyyənləşdirmək. Və nəhayət 9-cu addım informasiyanı möhkəmləndirmək və bacarığa çevirmək. Bunlar haqqında da dediyim kimi, yəni Gagne'nin öyrənmə şərtləri nəzəriyyəsi izahında vermişəm. O linki də atarım, diqqətlə qulaq asarsınız. Deməli, 2 doğrudur. Doğrunun hatta doğrudur. Üçüncü suala baxaq. Sosial inkişaf nəzəriyyəsi. Sosial inkişaf nəzəriyyəsi nədir? Yaxın inkişaf zonası. Bu Vygotsky nəzəriyyəsidir. Bəli, doğru fikirdir. Amma yanlışın addadır deyə seçənmərəm. Zehni inkişaf mərhələləri də Piaget nəzəriyyəsinə aiddir. Amma burada sosial məlumatlılıq yazıb. Sosial məlumatlılıq empatiya deməkdir. Goleman nəzəriyyəsindədir. Yəni, olmaz. Yanlış fikirdir. Yanlışa yanlış dediyi üçün doğrudur. Cavab 2-4. Dediyim kimi, bu nəzəriyyələr haqqında ətraflı formada izahlar vermişəm. Biraz narahat qalıram ki, ətraflı izah vermirəm. Sonra yadıma düşür ki, mən bunlar haqqında ətraflı izah vermişəm. Elə o linkləri atarım. Diqqətlə orada qulaq asıb, sonra bu sınağı işləyərsiniz. İkinciyə baxaq. Deməli, burada cavab A bəndə oldu. İkinci suala baxaq. Əks əlaqə, ictimai münasibət. Əks əlaqə, ictimai münasibət deyəndə nəyi nəzərdə tuturuq? Əlbəttə ki, əks əlaqə, ictimai münasibət sosiallığı nəzərdə tutur, insanlar arasında ünsiyyəti nəzərdə tutur. Bu da kimi çağırır bizə? Vygotsky'ni çağırır. Vygotsky deyir ki, mənlik qabiliyyətini, sosiallığı, sosial amil, əməkdaşlıq, əks əlaqəni, sosial münasibətləri, cəmiyyət, sosial inkişaf, sosial konstruktivizm, ünsiyyət, körpü rolu, şəxsi və sosial təcrübəni, fasilitatorluq, yönədici suallar, açar sözlər, münasibətlər, sosial mədəni mühit, ictimai münasibət. Mən belə şeyləri sevirəm, deyirdi Vygotsky. Görün, indi bu fikir harda var? Əks əlaqə, ictimai münasibətlər Vygotsky'ni çağırır, Vygotsky də B bəndindən üzümüzə gülür. Ona görə B bəndi sosial mədəni mühiti götürür. Amma A bəndi nədir? Hələ ki, bacarmıram. Karl Dweck'in nəzəriyyəsinə aiddir. Açıq düşüncə tərzi, qapalı düşüncə tərzi var. Hələ ki, bacarmıram deyən qapalı düşüncə tərzində olan insandır. C-də deyir, xaos olmaması üçün qaydaların tətbiqi bu səlahiyyət və sosial nizamın qorunmasına aiddir. 4-cü mərhələdə Kohlbergin, C olmaz, mənəvi inkişaf nəzəriyyəsində. D bəndində deyir, şəxsin öz emosiyalarından agah olması, Goleman nəzəriyyəsində özünü dərk
sahəsinə aiddir. Egosentrik düşüncə də Piagetin ilkin əməli mərhələsindədir. Ona görə 2B-dir. 3-ə baxıram. Öyrənmənin şərtləri, yəni Qanyenin düşüncə tərzi, sosial inkişaf nəzəriyyələrinin oxşar cəhətlərini müəyyən edin. Gəlin baxaq. Konstruktiv rəy. Bəli, konstruktiv rəy ümumiyyətlə öyrənmənin şərtləri, düşüncə tərzi, sosial inkişaf nəzəriyyələri, bunların ortaq cəhətləri əsasən nələrdir? Onlar konstruktiv rəy verməyi sevirlər, effektiv rəy verməyi sevirlər, yol göstərməyə ürəkləri gedir, əks əlaqə qursunlar, səhvlərə düzgün reaksiya versinlər. Bunlar Qanyenin, Dweck'in, bir də Vygotskinin nəzəriyyələrinin oxşar cəhətləridir. Yəni onlar effektiv rəy verirlər, konstruktiv rəy verirlər, yol göstərirlər, əks əlaqə qururlar və səhvlərə düzgün reaksiya verirlər. Görün bu dediklərim hansı variantlardadır? 1, 4, 5, 7, 8 C bəndində. Amma 6 nədir? Oyunlarla öyrənmə. Oyunlarla öyrənməni sevən kim idi? Piaget və Vygotsky. Özüm bu tipdə suallar hazırlamışam ki, qəbulda sizi çaşdıra bilərlər. Çünki nəzəriyyələrin oxşar cəhətləri var. Bütün oxşar cəhətləri yığmışam, narahat olmayın, qıraqda qalan heç nə yoxdur. Sonra ikincidə deyir ki, hiss məyusluğu aradan qaldırmaq. Hiss məyusluğu aradan qaldıran Karl Dweck'dir, yəni qapaldan açığa doğru gedir və Goleman'dır, yəni empatiya qurmaq, özünü idarə edə bilmək. Deməli, ikinci, hansı nəzəriyyələrin oxşar cəhəti oldu? Dweck'lə Goleman'ın. Üçüncüyə baxaq. Müxtəlif yollarla və fərqli formalarda öyrənmək. Bunu sevən kim ola bilər? Əlbəttə ki, Gardnerlə Vygotsky. Çünki Vygotsky sosiallığı sevir. Gardnerdə müxtəlif formalarda, kinestetik, məkan, vizual, nə bilim, fərq-daxili, fərqlər arası münasibətdə öyrənməyi sevir. Deməli, 2 oldu Dweck'lə Goleman. Hiss məyusluğu aradan qaldırmaq. Dweck'lə Goleman nəzəriyyəsinin oxşar cəhətləridir. Müxtəlif yollarla və fərqli formada öyrənmək Gardnerdən Vygotsky'nin oxşar cəhətləridir. Oyunlarla öyrənmək Piagetlə Vygotsky'nin oxşar cəhətləridir. Amma Ganye, Dweck, Vygotsky'nin oxşar cəhətləri hansılardır? Konstruktiv rəy vermək, effektiv rəy vermək, yol göstərmək, əks əlaqə qurmaq və səhvlərə düzgün reaksiya vermək. Deməli, cavab 1, 4, 5, 7, 8. C bəndi. 4-ə baxıram. Neçə fikir doğrudur? Düzdür, qəbula belə suallar düşmür. Mən biraz çətin tipli suallar hazırlamağı sevirəm. Çünki insan çətin öyrənəndə asan olan lap asan gəlir. Bunlar çətin tiplidirlər. Özüm belirləmişəm ki, yəni ətraflı izah eləyə bilim. Qəbulda da belə şey düşəndə, yəni sizə qaranlıq qalmasın. Düzdür, qəbulda düşməyib neçə fikir doğrudur, amma sala bilərlər. Baxaq görə birinci sualda nə deyir? Ümumiləşdirmələr aparmaq, informasiyanı möhkəmləndirmək və bacarığa çevirmək. Görək burada nə deyir? Neçə fikir doğrudur deyil. Ümumiləşdirmələr aparmaq hansına aid ola bilər? Əlbəttə ki, 9-cu addım, Ganyenin 9-cu addımına aid ola bilər bu. Çünki Ganyenin 9-cu addımında nə edirdi? İnformasiyanı möhkəmləndirmək, bacarığa çevirməkdə biz belə deyim, davamlığın və ötürülmənin təmin olunması üçün oxuduqlarımızı təkrar edirik, müəllim evə tapşırıq verir, oxuduğumuz mövzuya test işləyirik, bölmə tədris olunub qurtarandan sonra həmin bölməyə layihələr işləyirik, ümumiləşdirmələr aparırıq. Bu 9-cu addımdadır, yəni informasiyanı möhkəmləndirmək, bacarığa çevirmək. 9-cu addımdadır. Bu doğrudur. Bir düzdür. Bizdə neçə düz olduğunu soruşur. Hələ ki bir düzümüz var. İkinciyə baxırıq. İcazəsiz çölə çıxmamaq. Bu əlbəttə ki itaət və cəzaya aiddir. Kolberg nəzəriyyəsindədir. Kolbergin mənəvi inkişaf nəzəriyyəsində itaət və cəzada biz nə demişdik? Qaydaları şərtsiz qəbul edir, qaydaları dəyişmədən qəbul edir, qaydalara əməl edir, qaydaları etməsələr cəzalanacaqlarını bilirlər. Mənəvi dəyərlərin cəza ilə üzləşməsi var burada. Qaydalara riayət etmək, qaydaları müzakirə etməmək, icazəsiz çölə çıxmamaq, qaydaların pozulması, yəni pozulmaması kimi, pozulmaması, yəni pozulsa cəza alır, pozulması itaət etmiş olur. Yəni bu individualizmdə deyil, itaət cəzadadır. Individualizm şeydir, hər şey qarşılıqlıdır deyəndir. Yəni əsas seçilim onsuz dedəsi deyiləm deyən insanlardır. Deməli ki, yanlışdır. İndividualizm yox, itaət cəzadır. Kolberg nəzəriyyəsi amma. 2 yanlışdır. 3-də deyir, başqa insanların düşüncələrini anlamaq. Sosial məlumatlıq addımdır. Bəli, yəni empatiya qurmaq doğrudur. Bura kimi doğrudur, amma nəzəri hissəsi səhvdir. Yəni kişini səhv vermişəm. Yəni Ganye yox, Goleman olmalıdır. Emosional zəka nəzəriyyəsi olmalıdır.
Bura kimi doğrudur. Başqa insanların düşüncələrini anlamaq. Başqa insanların düşüncələrini mən necə anlaya bilərəm? Özümü onun yerinə qoyaraq anlaya bilərəm. Yəni başqalarına bir növ, yəni başqa insanların fikirlərini anlayıramsa, başqa insanların düşüncələrini anlayıram. Yəni başqa insanların düşüncələrini başa düşürəm deməkdir. Buzqıran strategiyasından istifadə edirəm deməkdir. Nə bilim, başqa insanların hisslərini anlayıram deməkdir. İnsanın hansı hisslər keçirdiyini başa düşürəm deməkdir. O empatiyadır. Doğrudur, amma Goleman nəzəriyyəsidir. Bayaq dedik, Golemanın nəzəriyyəsində, emosional zəka nəzəriyyəsinin 4 sahəsi var. 1. Özünü dərk. 2. Özünü idarə. 3. Sosial məlumatlıq, yəni empatiya. 4. Münasibətlərin idarə olunması. Sonra 4-cüyə keçək. Başqalarının fikrinə görə davranmaq. Bu ilkin əməl deyil. Kohlbergin qəbul olunma mərhələsinə aiddir. İlkin əməlli mərhələ başqadır. Qəbul olunma mərhələsində bu konvensiyon səviyyədədir. Qəbul olunma mərhələsində şagird öz fikrini yox, başqalarının eşitmək istədiyi fikri səsləndirir. Üçüncü şəxsin fikri onun üçün daha önəmlidir. Qoy hamı görsün mən ağıllıyam deyə düşünür. Nə bilim, digərlərinin onun haqqında nə düşündüyü öz fikirlərindən daha üstündür. Yəni bu qəbul olunma olmalıdır. 4 yanlışdır. Maraqlı hadisə danışmaq, şagirdlərin diqqətini cəlb etmək addımına aiddir. Bəli, Qanyenin öyrənmə şərtləri nəzəriyyəsində bunu vermişdik ki, öyrənmənin, şagirdin diqqətini cəlb etmək öyrənmənin addımlarının birinci addım idi. Müəllim motivasiya verir, uşağı dərsə cəlb edir, düşündürücü suallar verir, maraqlı suallar verir, müxtəlif fəallaşdırma üsullarından istifadə edir, problemli situasiya yaradır, provokativ suallar verir, maraqlı hadisə danışır, maraqlı fakt danışır, əqli hücumdan istifadə edir, əyani vəsaitlərdən istifadə edir, əlini taxtaya vuraraq tıqqıltı səsi çıxardır, uşaqların fikirlərini bir yerə toplayır. Yəni belə, həyati situasiyalardan danışır. Yəni bu doğrudur. 6-da nə deyir? Mücərrət mülahizələr, universal etik prinsiplər. Bəli, bu da kimə aiddir? Əlbəttə ki, Kohlbergin mənəvi inkişaf nəzəriyyəsinin postkonvensional səviyyəsinin ən axırıncı mərhələsidir. Yəni universal etik prinsiplər mərhələsində olan insanlar xoşlamadığın insana belə mərhəmətli olurlar. Mərhəmət duyğusu, şəfqət duyğusu onlar üçün önəmlidir. Mücərrət mülahizələr, bəzi addımlar belə deyim, qaydalara zidd olsa belə onlar üçün ədalətlidir. Çünki insan həyatı onlar üçün hər şeydən önəmlidir. Bütün canlıların yaşamağa haqqı var deyirlər. Edam cəzasını sevmirlər. Yəni bu mərhələdə olan insanlar 6-da doğrudur. Sonra körpü rolu, ünsiyyət yaratmaq əlbəttə ki, Vygotsky aiddir. Çünki Vygotsky ünsiyyət, cəmiyyət, sosial mühiti sevən insandır. Amma burada Piaget verib olmaz. 7 yanlışdır. Öz hisslərini tanımaq, özünü dərk deməkdir. Bəli, əgər Goleman emosional zəka nəzəriyyəsində biz onu demişdik ki, əgər uşaq özünü tanıyırsa, özünü dərk edirsə, deməli o artıq özünü dərk mərhələsini, özünü dərk sahəsini reallaşdırmış olur. Çünki özünü dərk deyəndə nəyə başa düşürük? Şagird artıq özünü başa düşməyə belə deyim, başlayır. Özünü başa düşməyə başlayarsa, yəni gücü, zəif tərəflərini müəyyən edə bilir, düzgün nəticə çıxarda bilir, hisslərini analiz edə bilir. Nə bilim, nə deyə bilərik? Yüksək intuisiyası olur. Nə bilim, düzgün nəticə çıxarıram ki, bəli, bu belədir. Şəxsin emosiyalarına, öz emosiyalarına agah olması, öz hissləri tanıması, öz hissini adlandırması, öz hisslərimi başa düşməyim, emosiyaların həyatımdakı rolu haqqında düşünməsi, bəli, bunlar hamısı özünü dərklədir. 8-ə doğru. Deməli, 1, 4, deməli, 1, sonra 4, 1, məsələn 4 yox, 1, 5, 6, 8, 4 dənəsi doğrudur, Y bəndi. 5-ci suala keçirəm. 5-ci sualda deyir ki, Robert Gagne'nin öyrənmə şərtləri nəzəriyyəsinin 6-cı addımına aid olmayanı bizdən istəyir. 6-cı addıma aid olmayan. Bayaqları mən o addımları sizə sadaladım bir-bir. Yəni, addımlarda, yəni hamısını bir daha sadalamayım. 9 dənə addım var. 6-cı addımımızın adı nədir? Bilik və bacarıqların tətbiqini təmin etməkdir. Yəni, biz burada nə edirik? Biliyi bacarığa çeviririk. Yəni, dərs zamanı olan proseslərdir bunlar. Davranış ortaya çıxarırıq. Müəllim artıq müdaxilə etmir. Şagirdlərin belə deyim, tapşırığı müstəqil formada həll eləməsi, praktiki məsələlər, praktiki məşğələlər, bilik bacarığın tətbiq olunması, işin icra olunması, nə bilim,
təqdimat hazırlamaq, laboratoriya iş aparmaq, rollu oyunlar, simulyasiyalar keçirmək, məktəbyanı sahədə işləmək, ümumi olaraq dərs zamanı gedir. Yəni öyrəndiyini həyata keçirməyi nəzərdə tutur bu. İndi baxaq görək hansılar var. Adı deyir təqdimat hazırlamaq, bəli var. Yəni bilik bacarığın tətbiqini təmin edən addımdır. İşin icra olunması var, davranışı ortaya çıxarmaq var, laboratoriya iş aparmaq var. Amma D bəndi yoxdur. Çünki qiymətləndirmə meyarlarını əvvəlcədən elan etmək 7-ci addıma aiddir. Çünki 7-ci addımda qiymətləndirmə meyarlarını əvvəlcədən elan edilməsi onu göstərir ki, mən düzgün əks əlaqə qura bilirəm, mən rəy bildirirəm, konstruktiv rəy verirəm, şagirdlərin uğurlarını vurğulayıram, spesifik rəy verirəm, vaxtında rəy verirəm. Bunlar hamısı qiymətləndirmə meyarlarının əvvəlcədən elan edilməsinə aid olan fikirlərdir. Bunlar da hamısı əks əlaqə qurmaq addımındadır, 7-ci addımdadır. Dediyim kimi bu addımları yaxşı formada bilmək üçün Robert Kanyan öyrənmə şərtləri nəzəriyyəsinə aid olan izahıma mütləq qulaq asın. Onda tam başa düşəsiniz bu dediklərimi. Sonra 5D-dir, 6-ya baxıram. 6-da deyir ki, düzgün fikir istəyir. Sinif yoldaşları ilə əməkdaşlıq etmək istəməyən şagirdə müəllim tapşırır ki, əlavə layihə işinə qoşulsun. Bəli, bu müsbət cəzalandırmadır. Çünki müsbət cəzalandırmada biz demişdik ki, 2 müsbət fikir. Sinif yoldaşlarına əməkdaşlıq etmək istəməyən, cəzalandırma deyir. Müsbət cəzalandırmada arzu olunmayan plus əlavə işin artırılmasıdır. Baxın, əməkdaşlıq etmək istəməyən, arzu olunmayan bir iş, plus müəllim ona əlavə layihə işinə qoşulsun. Müəllim ona əlavə iş verir. Arzu olunmayan plus əlavə işin artırılması müsbət cəzalandırmada doğrudur. Amma arzu olunan plus əlavə işin artırılması müsbət gücləndirmədir. Yəni 2 dənə müsbət fikir olanda arzu olunan plus əlavə iş artıranda müsbət gücləndirmə olur. Amma arzu olunmayan plus işi azaldanda mənfi cəzalandırma olur. Arzu olunan plus şagirdin xeyrinə nədənsə məhrum edirəmsə, onda da mənfi gücləndirmə olur. 2-də nə deyir? Şagird BSG-lərdən yüksək nəticə qazandığı üçün, baxın, yüksək nəticə qazandığı yaxşı fikir, arzu olunanda arzu olunmayan. Arzu olunandır. Deməli, arzu olunandırsa bu gücləndirmədir. Deməli, ikinci tərəfimizi düz tapmışıq. Sonra deyir, ədəbiyyat müəllimi onu yay tapşırığından azad elədi. Ümumiyyətlə, azad sözünü harada görürüz? Mənfi gücün, mənfini axtarın. Yəni, müəllim onu nədənsə azad elədi. Uşağın xeyrinə nədənsə azad olunması mənfi gücləndirməyə aiddir. Deməli, 2-də doğrudur. Cavab A bəndi 1-2. 3-də nə deyir? Qrup işində həmişə yoldaşlarına kömək edən şagirdi müəllim tərifləyir. Qrup işində həmişə yoldaşlarına kömək edən. Arzu olunanda arzu olunmayan. Arzu olunan, yəni bir plusumuz, müəllim o şagirdi müəllim təriflər. Təriflər də yaxşı sözdür. Yəni yaxşı fikirdir. Əlavə iş artırıram da. Yəni arzu olunan plus əlavə işin artırılması. Yəni yaxşı mənada. Əgər pis işə, belə deyim, pis işə əlavə iş verirəmsə, bu müsbət cəzalandırmadır. Yaxşı işə əlavə iş tapşırıramsa, bu müsbət gücləndirmədir. Bax, bir daha deyirəm. Bayaq birincidə gördünüz, deyir ki, istəməyən şagird, əməkdaşlıq etmək istəməyən şagird. İstəməyən arzu olunmaya, belə deyim də, pis işdir, belə yanınıza saxlayın. Pis işə plus əlavə bir iş verirəmsə, bu müsbət cəzalandırmadır. Amma kömək edən, üçüncüdə nə deyir? Kömək edən şagird. Yaxşı işə mən əlavə iş verirəmsə, onda müsbət gücləndirmədir. Yaddan çıxartmayın bunu. Deməli, burada da kömək edən şagirdi müəllim tərifləyir. Kömək etmək 1 plus, müəllim tərifləməsi 2 plus. 2 plusun varsa müsbət gücləndirmədir. Doğrudur, amma yanlışını atladı, seçənmərəm. 4-cü suala baxıram. Şagird dərsə tez-tez gecikir. Buna görə də müəllim dərsdən sonra şagirdi sinifdə saxlayır. Baxın, tez-tez gecikir. Arzu olunan da arzu olunmayan. Arzu olunmayan, yəni yaxşı iş deyil. Pis iş, plus. Müəllim şagirdi sinifdə saxlayır. Sinifdə saxlasa əlavə işdir də. Arzu olunmayan plus əlavə iş nə dedik bəyək? Müsbət cəzalandırma. Doğrudur, amma yanlışını atladı, seçənmərəm. Sonra keçək digər sualımıza. Digər 7-ci sualdır. Deyir ki, Qanyeyə görə, doğrunu istəyir bizdən, Qanyeyə görə öyrənmənin xarici şərti kənardan olan stimullardır. Ümumiyyətlə, Qanye deyir ki, insanı daxili və xarici şərtlər idarə edir, stimullar idarə edir. Daxili
şərtlər hansılardır? Yəni ki, sənin potensialın, yaddaşın, qavramağın, istedadın, amma xarici şərtlər odur ki, məsələn, yəni sosial mühit, müəllim faktoru, nə bilim, təlim mühiti, sosial mühit deyəndə yəni uşağın muzeyə, teatra aparmaq, cəmiyyətdə olması, sinifdə, məktəbdə olması, müəllimin rolunun olması, dərsin səmərəli təşkil olunması, bunlar da xarici şərtlərdir. Yəni öyrənmənin xarici şərti kənardan stimulların, Qaniyə görə öyrənmənin xarici şərti kənardan gələn stimullardır. Bu doğru fikirdir. Burada mən yanlış vermişəm yəqin. Mən burada daxili vermək istəmişəm. Çünki bir dəqiqə Qaniyə görə öyrənmənin kənardan gələn xarici şərti kənardan gələn stimullardır. Kənardan gələn stimullar belə deyim də sosial mühiti falan nəzərdə tutulur. Bu doğru gedir. Bunu doğru götürün. Kohlbergə görə individualizm mərhələsi cəmiyyətin mövqeyini, səlahiyyət və sosial nizamın qorunması mərhələsi öz mövqeyini üstün tutur. Xeyr. İndividualizm deyir ki, mənim mövqeyim önəmlidir. Səlahiyyət sosial nizamın qorunması deyir ki, cəmiyyətin mövqeyi önəmlidir. Çünki individualizm mərhələsində olan insan, yəni prekonvensional səviyyənin ikinci mərhələsi olan individualizm mərhələsində olan insan, əsas seçilim onsuz da edəsi deyiləm. Kömək edim, gələcəkdə ona mənə kömək etsin deyə düşünən insandır. Yəni, öz mövqeyini güdür. Amma səlahiyyət və sosial nizamın qorunması, yəni konvensional səviyyənin ikinci mərhələsində olan insan xaos olmaması üçün qaydaları tətbiq edir. Cəmiyyətin bir bütöv şəklində görərək mühakimə edir. Qaydalarda nizam-intizamı yaratmaq istəyir. Yəni, o artıq cəmiyyətin mövqeyini önəmli tutur. Yəni, yerləri yanlışdır. İndividualizm öz mövqeyini üstün tutur, səlahiyyət sosial nizamın qorunması cəmiyyətin mövqeyini üstün tutur. Bunların nə demək olduğunu da Kohlberg nəzəriyyəsi, testlərin izahı var. Orada qeyd eləmişəm. Test izahlarının başlığında əvvəlcədən, yəni ətraflı izah verirəm, sonra test izah edirəm. Ona mütləq qulaq asın. Deməli, B-də yanlışdır. C-yə baxıram. Goldmana görə buzqıran strategiyalarını istifadə edən şagird sosial məlumatlıq, empatiya sahəsini inkişaf elətdirir. Bəli, doğrudur. Çünki empatiya quranda sən artıq özünü qarşıdakı insanın yerinə qoymuş olursan. Bu da doğru fikirdir. Sosial məlumatlıqdır. Buzqıran strategiyasından istifadə edirsən. Yəni, başqa insanların hisslərini anlayırsan. C doğrudur. Piaget'ə görə hipotetik düşüncəyə sahib olan şagird formal əməli mərhələdədir. Hipotetik düşüncəyə sahib olan şagird konkret əməlidə olmur. Formal əməli mərhələdə olan uşaqdır. Nəyə görə? Çünki belə deyək, Piaget nəzəriyyəsində əsasən nəyə vurğuluyur? Piaget biz bilirik ki, ilkin əməli mərhələ var, hissi hərəki mərhələ var, ilkin əməli var, konkret əməli bir də formal əməldir. Hissi hərəkidə o hisslərlə öyrənir, əşyaları manipulyasiya edir, reflekslərlə öyrənir. İlkin əməlidə biz bilirik ki, qavramaya əsaslanandır, məhdud təcrübəyə malikdir, egosentrik düşüncədir, yalnız onlara aid olan şeylər barəsində düşünürlər. Konkret əməlidə olanlar artıq zehni fəaliyyəti daha yaxşı anlayırlar. Xüsusidən ümumiyə doğru gedirlər, ümumiləşdirmələr, qruplaşdırmalar apara bilirlər, konkret hadisələrlə bağlı məntiq irəli sürə bilirlər. Amma abstrakt düşüncə burada olmur, konkret tapşırıqlar olur. Amma formal əməldə artıq onlar hipotetik, yəni hipotetik nədir? Abstrakt, mücərrəd düşünə bilirlər, mücərrəd xəyali düşüncələr qura bilirlər, sistemli planlaşdıra bilirlər, məntiqli olurlar, sistemli düşünürlər, əxlaqi problematik məsələlərə cavab axtara bilirlər, qaydalara uyğun nümunə gətirə bilirlər, provokativ mübahisəli suallara cavab axtara bilirlər, debatların keçirilməsinə, dəyərləndirməyə önəm verirlər, tənqidi təfəkkür formalaşmış olur, yəni formal əməldə olur. Hipotetik, konkret əməli mərhələdə olan insanlar konkret düşünür, yəni gördüyü varlıqları canlandıra bilirlər, amma formal əməldə olanlar abstrakt düşünə bilirlər, xəyalında canlandıra bilirlər. Ona görə bu formaldır. Sonra Y-də deyir, Qaniyə görə öyrənmənin daxili şərti, xarici şərti onun potensialı, şagirdin mövcud biliyi və bacarığıdır. Bəli, burada xarici yox, daxili olmalı. Çünki bayaq dedim ki, xarici şərt nə idi? Onun sosial mühiti, cəmiyyətdə olması, müəllimin rolu olması, məktəb mühitində olması, kənarda olmasıdır. Amma daxili şərt dedik ki, onun potensialıdır, biliyidir, qavramasıdır, təfəkkürüdür, onlardır. Yəni burada xarici yox, daxili olmalıdır.
sualdır və burada A bəndi də doğrudur, C də doğrudur. Sadəcə mən yanlış vermişəm. Yəni burada xarici yerinə daxili yazmalıymışam, səhv gedibdi. Üzr istəyirəm. Yəni burada A-nın C-ni götürün. İndi mən öz testimdə onu düzəldəcəm. Sadəcə indi burada düzəldə bilmirəm. Onu, yəni burada A və C ikisini də doğru götürün. Yəni orada xarici yox, daxili yazmalıydım A bəndində. Deməli burada A, C oldu. 8-ci suala baxıram. Hansı fikir doğrudur? Emosional intellektin dəyişməsi mühitin təsirindən asılıdır. Bəli, doğru fikirdir. Emosional intellekt nədir? Yəni Goleman emosional zəka nəzəriyyəsində nə deyirdi? Deyir ki, emosional intellektin dəyişməsi mühitin təsirindən asılıdır. Yəni sənin ümumiyyətlə emosional intellektin inkişafı açıq düşüncə tərzini formalaşdırır, qrup işlərini təşkil etməyə formalaşdırır, tənqidi təfəkkürü inkişaf elətdirir, debat iş üsulundan istifadəyə kömək eləyir, metakognitiv düşüncəni inkişaf elətdirir, istiqamətləndirici suallar vermək, refleksiya etmək, yaradıcı yanaşmaq, bunlar hamısı emosional intellektdədir. A doğrudur. B-də deyir ki, qoy hamı görsün ki, mən ağıllıyam fikri. Kolberg nəzəriyyəsinin konvensional səviyyəsinin qəbul olunma mərhələsinə aiddir. Düzdür, qəbul olunmaya aiddir. Amma qəbul olunma prekonvensionala yox, konvensionala aiddir. Çünki biz bilirik ki, o Kolberg nəzəriyyəsi 3 səviyyədən ibarətdir. 1. Prekonvensional səviyyə, 2. Konvensional səviyyə, 3. Postkonvensional səviyyə. Birincisi, prekonvensional səviyyənin 2 mərhələsi var. İtaət cəza və individualizm. Konvensional səviyyənin də 2 mərhələsi var. Qəbul olunmağa çalışmaq və səlahiyyət sosial nizamın qorunması. Postkonvensional səviyyənin də 2 mərhələsi var. Sosial müqavilə mərhələsi, bir də universal etik prinsiplər mərhələsi. İndi burada da qəbul olunmağa çalışmaq deyir. Qəbul olunma mərhələsi konvensional səviyyədədir. Prekonvensionalda yox. Ona görə B yanlışdır. C-yə baxıram. Deyəsiniz, ay mən nə çətin suallarda özüm belirləmişəm ki, qoyun araşdırasınız, tapasınız. Asanı hamı işləyir. Çətini, asanı bütün müəllimlər başa sala bilər. Amma çətini bütün müəllimlər başa salmır. Çünki özünə əziyyətə vermirlər. Mən də əziyyətlə başa salıram ki, qoyun beyninizdə oturursun, yadınızdan çıxmasın. Çətin olanda gedsiz, araşdırırsınız, bir daha kitabı oxuyursunuz, onda deyirsiniz, hə, bu buymuş. Daha diqqətli olsunuz, test imtahanda da sizə kömək olmuş olur. C-də nə deyir? Gardnerə görə şagirdin yaddaşının güclü olması verbal lingvistik qabiliyyətin inkişafından irəli gələn qabiliyyətdir. Verbal lingvistikdə olan insanlar necə olur? Hekayəni nəql etməyi sevir, yaradıcı yazılar yazır, oxuyur, söz oyunları, yaxşı söz bazası olur, yaddaşı güclü olur, nə bilim, gündəlik qeydlər aparır, dinlədiyi mətnə uyğun suallar yazır, şifahi nitqin yüksək olur onlarda, nə bilim, mühazirəni sevir, müzakirəni sevir, nitqi, söhbət, danışmaq, çıxış, diyaloq, debat, kitab oxumaq, hamısı onlardadır. Ona görə burada verbal lingvistik olmalıdır, məkan vizual yox, çünki məkan vizual olan simvoldan istifadəni sevir, şəkil rəhləmək, şəkil çəkmək, eskizlər falan sevir. D-də nə deyir? Özünü toparlayıb təmkinli qərar vermək münasibətlərin idarə edilməsi sahəsini inkişaf elətdirir. Burada münasibətlərin idarə edilməsi başqa şeydir. Münasibətləri idarə edən insanlarda inandırıcılıq qabiliyyəti olur. Yaşıtlarınla da səmimi davranırlar, dostcasına davranırlar, liderlik, kommunikasiya qabiliyyəti olur, fəal dinləyici olur, bir-birini anlama qabiliyyəti yaxşı olur onlarda, məyusluğu aradan qaldıra bilir, qarşılıqlı münasibəti analiz edə bilir, konfliktləri, münaqişələri həll etmək bacarığı var, anlaşılmazlıqları müzakirə etmək bacarığı var, qarşı tərəflə doğru ünsiyyət qurmaq qabiliyyəti var, rollu oyunlar vasitəsilə qarşı tərəflə ünsiyyət qurmaq qabiliyyəti var, məsuliyyətliyi var, sosial bacarıqları inkişaf eləyib onlarda. Amma burada nə deyir? Özünü toparlayıb təmkinli qərar vermək. Özünü toparlayıb təmkinli qərar vermək sənin özünü idarənə aid ola bilər. Münasibətlərin idarə edilməsinə aid deyil. Özünü idarəndə, yəni sən özünü idarə edə bilirsən, vəziyyətə pozitiv yanaşa bilirsən, təmkinli ola bilirsən, qəzəbini belə deyim, uyğun bir şəkildə ifadə eləyə bilirsən. Evində məsələn söz-söhbət olub dərsə gəlirsən, özünü idarə eləyirsən, evdəki problemi sinifə gətirib uşaqları töhmüsən həmən əsəbini. Yəni bu özünü idarə olur. D-də yanlışdır. Doğru cavabımız nə idi? Burada A bəndi. Emosional intellektin dəyişməsi mühitin təsirindən asılıdır. Bəli, doğrudur bu. Y-də deyir ki, insan həyatı prekonvensional səviyyədə öz əksini tapır. Xeyr, insan həyatı postkonvensionalda olurdu. Postkonvensionalda nə dedik bayaq? Dedik ki, universal etik prinsiplər mərhələsi var. Onlar üçün onlar edam cəzasını sevmirlər. Bütün canlıların yaşamağa haqqı var deyirlər. Mərhəmət duyğusu, şəfqət duyğusu onlarda pik nöqtədədir. Postkonvensional olur burada. Y bəndi da yanlışdır, A bəndi doğrudur.
9-a baxıram, yanlış fikirlər istəyir. Sistemli düşünmək formal əməldə olur. Çünki bayaq dedik, formal əməldə olan uşaqlar artıq abstrakt düşünə bilir, tənqidi yanaşa bilir, debatı sevir, tənqidi təfəkkürü inkişaf eləyir. Konkret yox, formal olmalıdır. 2-də deyir, simvollarla izah etmək. Bayaq dedim, simvol, eskiz, nə bilim, şəkillər, işarələr, bunlar məkan vizuallardır. Kinestetik toxunaraqdır. Kinestetikdə bədən cavabıdır, hərəkətlərlə izahdır, əşyalara toxunmadır. 2-də yanlışdır, cavab 1-2B bəndim. 3-ə baxıram, Sokrat dialoqu məntiqi riyazi qabiliyyət adlı doğrudur. Çünki Sokrat dialoqu sorğu-sual, tapmaca, puzzle, təcrübə keçmək, büdcə qurmaq, müxtəlif nöqteyi nəzərdən dəyərləndirmək, bunlar məntiqi riyazidir. Özünü anlamaq fərd daxilidir. Bəli, özünü anlayırsa, özünü dərk etsə, yəni metakognitiv bilikdir, o da fərd daxilidir. Debat anlayışı da formal əməldədir. Bəli, doğrudur. Çünki tənqidi təfəkkür, abstrakt düşünmə Piaget nəzəriyyəsinin formal əməli mərhələsində doğrudur, amma bizdən yanlış istəyir. 1-2. Və nəhayət 10-cu sual düzgün fikirlər istəyir. Birincidə deyir ki, əvvəl səhv bildiklərini yeni öyrəndikləri əsasında yenidən öyrənmək. Bu Qanyenin 3-cü addımına aiddir. Amma burada görünə verir, öyrənməni təmin etmək addımı. Öyrənməni təmin etmək addımı amma 4-cü addıma bərabərdir. Çünki Qanyedə biz dedik ki, Qanyenin 3-cü addımı nə idi? Əvvəlki təlimdə qazanılan bilik bacarığı stimullaşdırmaq. Yəni əvvəl öyrəndiklərini xatırlamaq, əvvəlki mövzunu yada salmaq, əvvəlki bilik bacarıqları istinad eləmək. Yəni bunlar 3-cü addımdadır. Amma burada öyrənməni təmin etmək addımı 4-cü addımdadır. Yanlış fikirdir, ona görə yanlış. Yəni doğru haqqda yanlış seçmirəm. 2-də deyir, sosial gözləntini nəzərə almaq. Sosial gözləntini nəzərə alan individualizm deyil, qəbul olunma mərhələsində olan insandır. Çünki qəbul olunma mərhələsində olan insan deyir ki, belə deyim də, dəyərli hesab etdiyin insanların mənəvi standartları onlar üçün önəmlidir. Onları özününkiləşdirirlər. Yəni, cəmiyyətin onun bu məsələsinə necə yanaşması onun üçün önəmlidir. Hamı məni ağıllı bilsin. Hamı məni ağıllı bilsin deyə çalışır. Hamı məni və yaxud ağıllı bilir deyə. Ağıllı bilir, ona görə də mən hər gün dərsə hazır olmalıyam. İnsanlar sənə nə deyir deyə düşünür. Yoxlama qarşısında pis vəziyyətdə olmamaq üçün həmişə dərsə hazır olur. İnsan həyatını xilas etsəm qəhrəman oluram deyə düşünür. Yəni, belə deyim də, stereotiplərə uyğunlaşır, başqalarının fikrinə görə davranır, sosial gözləntini nəzərə alır, cəmiyyətin bu məsələyə necə yanaşması onun üçün önəmlidir. Bu qəbul olunma mərhələsidir. Kohlbergin individualizm yox. İndividualizm deyir ki, sən məni gör, mən də səni görüm. Al gülüm, ver gülüm də belə deyək. Sonra 3-cüdə nədir? 2 deməli yanlışdır. 3-də nə deyir? Konfliktli hadisədən sonra keçirdiyin hissləri analiz etmək. Bu olmanın özünü idarəyə aid, özünü dərk yox. Sən özünü idarədə artıq ölçüb biçirsən ki, bu nədir, bu nədir? Yəni hər şeyi idarə eləməyə çalışırsan. Hər şey deyəndə, yəni qəzəbi dava salmadan ifadə eləyə bilməyin özünü idarədir. Nə bilim, hissini başqası hiss eləməsin deyə öz qəzəbini, hissini boğub ətrafa onu göstərməmək, başqa hissini göstərmək, özünü düzgün ifadə etmək, öz hisslərini rasionallaşdırmaq, nə bilim, konfliktli hadisədən sonra hisslərini analiz eləmək, anlaşılmazlıqdan sonra keçirdiyin hissləri mövcud hadisə ilə əlaqələndirmək, valideynin uşağının fikirlərini tənzimləməyə çalışması, yəni uşağın üzləşəcəyi nəticələri valideynin təmkinlə ona izah eləməsi, baxın, bunlar hamısı özünü idarəyə aiddir. Bu da yanlışdır, özünü dərk verib olmaz. Yanlışın adda yanlış, amma doğrudur. Və nəhayət 4-cü sual, şagirdin təslim olmaması açıq düşüncə tərzinə, qapalı düşüncə tərzinə aiddir. Xeyr, təslim olmaması açıq düşüncə tərzindədir. Çünki açıq düşüncə tərzində olan insanlar necə olurlar? Çalışırlar ki, yüksək nailiyyətə meyilli, yəni ümumiyyətlə onlar yüksək nailiyyətə meyilli olurlar. Şagirdlər çoxlu suallar verib səhv cavablardan qorxmurlar. Düzgün şəkildə, belə deyim də, uşağı düzgün şəkildə tərifləndə istədiyin, onu açıq düşüncə tərzindən yönləndirsən, uşağın ruhdan düşməməsi, tənqidi fikirləri qəbul edə bilməsi, uşaqların cəhdlərinin təqdir edilməsi, şagirdin düşünməsi üçün ona vaxtın verilməsi, şagirdin konstruktivliyinin nəzərə alınması,
şagirdin öz səhvlərini dərk edib onların üzərində düşünməsi, gözləmə vaxtının tətbiq edilməsi ilə şagirdin dərindən öyrənməsinə zəmin yaradılması, bunlar hamısı açıq düşüncə tərzinə aiddir. Bəli, burada da qapalı verilib yanlışdır. Yanlışa yanlış dediyi üçün doğrudur. Cavab ona görə Y bəndi. Çünki bizdən doğruları istəyir. Biz də yanlışın haqqında yanlışları axtarmalıydıq. Bu qədər, uğurlar.